Hər vaxtınız xeyir əziz abituriyentlər. Gəlin sizlərlə bir yerdə qəbul imtahanına düşmüş fizikadan mexaniki iş və güc dərsinə aid belə bir sualın izahına baxaq. Şərtdə deyilir ki, x oxu boyunca hərəkət edən 2 kiloqram kütləli cismin sürətinin proyeksiyasının zamanda hansısa qrafiki verilmişdir. Əvəzləyici qüvvənin 40 saniyə müddətində cism üzərində gördüyü işi hesablayın. Hansı ki biz bilirik ki, düzxətli bərabər sürətli hərəkət zamanı əvəzləyici qüvvə 0-a bərabərdir. Baxın, fikir versəz, ilk 0-20 saniyə aralığında bizim sürətimiz ondan sabit verilib. Yəni, bu hərəkət artıq bərabər sürətli hərəkətdir. Bərabər sürətli hərəkətdə sürət sabitdir. Həmçinin təcil və əvəzləyici qüvvə 0-a bərabərdir. Deməli, əvəzləyici qüvvə bu hissədə 0-dırsa, onda əlbəttə ki, əvəzləyici qüvvənin gördüyü iş də 0-dır. Burada onda A bərabər olacaq 0-a. Onda siz ilk 0-20 saniyə aralığına baxmayacaqsınız. Çünki burada iş görülmədi. Bəs hansı zaman aralığına baxacağıq? Əlbəttə ki, 20 və 40 saniyə aralığına baxacağıq. Bu hissədə fikir versəz sürətimiz dəyişmişdir. 20 saniyədə sənin sürətin olub 10, yəni başlanğıc halda 20-40 saniyə aralığındakı başlanğıc sürətin V0-ın olub 10, 40 saniyənin sonunda isə sənin sürətin olmuşdur 20. Son sürətdə artıq bu da əlbəttə ki, V də bərabər oldu 20-yə. Əvəzləyici qüvvənin işini tapmaq istəyirəmsə, artıq burada kinetik enerji haqqında teoremdən istifadə edəcəm. Biz bilirik ki, əvəzləyici qüvvənin gördüyü iş kinetik enerjinin dəyişməsinə bərabərdir. Hansı ki, bu kinetik enerji haqqında teoremdə deyilir. Bu zaman A bərabərdir mv kvadratı bölə 2 çıxaq mv0-ın kvadratı bölə 2 olacaq. Gördüyünüz kimi kinetik enerjinin dəyişməsini tapdım. Buradan m bölə 2-ni ortaq çıxartsaq, olacaq v kvadratı çıxaq v0-ın kvadratı. Gətirib artıq yerinə qoya bilərəm. Kütlənin baxın, şərtdə verilmişdi 2 kiloqram. Onda 2 bölə 2 vurulsun. Sürətin kvadratı, yəni v-nin kvadratı olacaq 20-nin kvadratı 400. Çıxaq v0-ın kvadratı, 10-un kvadratı 100. Deməli 2-2-yə böləndə 1 alınır. 1 vuraq, 400-dən də 100-ü çıxanda 300 alınır. 300 vuraq 1 bizə verəcək 300 joule. Deməli burada əvəzləyici qüvvənin gördüyü iş 300 joule olmuş oldu. Cavab da B bəndi.